deməli 135 nömrəli orta məktəbin peşə təmayüllü siniflərinin qrup rəhbəri Könül xanım. Könül xanım, uşaqlarda nə görürsünüz? Nə bacarıqlar var? Düzdür, təhsilimiz təzə başlayır, bilirik az müddətdə. Amma hələ təhsilimizin başlama ayında biz uşaqlarda, şagirdlərdə belə fərqlilik görürük. Sizdə, bu uşaqlarda, bu şagirdlərdə necə deyərlər, həvəsləri var, yeməyə gəlirlər ya öyrənməyə gəlirlər? Çox sağ olun sualınız üçün. Qeyd etmək istəyirəm ki, bizdə artıq tədris 2 aydır başlayıb. Sadəcə olaraq ilk dərslərimiz nəzəri keçdiyi üçün, əməyin təhlükəsi ilə bağlı uşaqlara məlumat verdiyimiz üçün hələ ki praktiki dərsləri keçməmişik. Amma onu xüsusən qeyd etmək istəyirəm ki, biz ixtisas bölgüsündə şagirdlərinin istəyini, bilik və bacarıqlarını nəzərə alaraq onları bölmüşük. Çünki bilik və bacarıqlarla həvəs üst-üstə düşməyəndə orada yaxşı nəticə ala bilmərik. Və mən inanıram ki, bizim şagirdlərimiz qarşıdakı aylarda daha yaxşı işlər nümayiş etdirəcək və sizin dəvətinizlə, sizin təklifinizlə onlar da çox yaxşı tədbirlərdə, yarışlarda iştirak edəcəklər. Buyurun, əlbəttə ki. Və mən xüsusilə təşəkkür etmək istəyirəm. Cici Akademinin rəhbəri Carola müəllimə, Kamil müəllim çox dəstək olur bizə və eyni zamanda sizə minnətdaram ki, uşaqlarımızı xoş üzlə qarşıladınız, onlara çox gözəl izahlar verdiniz. Hər zaman qapıma sizin, necə deyərlər, Carola müəllimin bir xüsusiyyəti var ki, onun qapısı, kursun qapısı hər zaman istəklərə açıqdır. Yəni, keçici yox. Əgər tələb varsa, əgər şagirdin, əgər tələbənin meyli çəkilsə, qapımız hər zaman sizin üzərinizə açıqdır. Buyurub həmişə gələ bilərsiniz. Davamlı olun, inşallah. Artıq estafeti ötürək şagirdlərimizə. Keçdi biz işimizə.